Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün mövzu olaraq qayıdış və quruculuq mövzusuna nəzər yetirəcəyik. Hal-hazırda lövhədə 3 hadisənin xronologiyasını görürsünüz. Öyrənmək istəyən abituriyentlərə belə bir sualım var. Əvvəlcə öz-özlərini yoxlaya bilərlər, sınaya bilərlər. Sizcə bu 3 xronologiyanın, hadisənin bir-birinə bağlılığı və ortaq cəhəti nədir? Videonu saxladığım vaxta baxıb, hadisələrə baxıb, öz-özünüzə cavab verə bilərsiniz. Daha sonra videonu davam elətdirib sualların cavabını öyrənə bilərsiniz. Bəli, 2021-ci il oktyabrın 26-sı, 2022-ci il oktyabrın 20-si və 2025-ci il mayın 28-də olan hadisələr. Bəli, bəlkə də çoxunuz düz tapdınız. Bu, Qarabağ bölgəsində quruculuq işləri nəticəsində yaradılan beynəlxalq hava limanlarıdır. 2021-ci il oktyabrın 26-sında həm Türkiyə və Azərbaycan Respublikasının prezidentlərinin birgə açılışı zamanı Azərbaycanda Füzuli beynəlxalq hava limanının açılışı oldu. Gəlin qeyd eləyək. Füzuli beynəlxalq hava limanının açılışı oldu. Bilirik ki və öyrənmişik kitablardan ki, Füzuli beynəlxalq hava limanı açılışından sonra bu hava limanını Qarabağın hava qapısı adlandırıldı. Gəlin burada qeyd eləyək. Qarabağın hava qapısı adlandırıldı. Hava qapısı adlandırıldı. 2022-ci ilin oktyabrın 20-sində isə quruculuq işləri nəticəsində Azərbaycan ərazisində, daha doğrusu Zəngilanda, Zəngilan beynəlxalq hava limanının açılışı oldu. Zəngilan beynəlxalq, qısa yazıram, hava limanının açılışı oldu. Və 2025-ci il mayın 28-də isə Azərbaycan ərazisində Qarabağda quruculuq nəticəsində Laçın beynəlxalq hava limanının açılışı oldu. Gəlin, bunu da qeyd eləyək. Laçın beynəlxalq hava limanı. Kim bilirdisə nə gözəl, kim bilmirdisə öyrənsin və öyrətsin.